Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün nənəmin resepti ilə olduqca dadlı, ləzzətli yarpaq dolması hazırlayacağım. Əminəm ki, siz də mənim bu üsulumu çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Bunun üçün quyruqlu öydürmüş ət götürmüşəm, eləcə də quyruq yağı götürmüşəm. Quyruq yağını çəngəllə biraz əzirəm və onu da ətin üzərinə əlavə edirəm. Ətin üzərinə 2 baş soğanı xırda doğrayıram. Daha sonra isə göyərtini doğrayıram. Ən çox şüyüddən istifadə etdim. Bir ədəd də içərisində kişniş var. Daha sonra ərzaqların üzərinə göyərtini də xırda doğrayıram. Qab balaca olduğu üçün ərzaqları digər qabın içərisinə tökürəm. Ərzaqların üzərinə biraz yumru düyü tökürəm. Düyünü əvvəlcədən yumuşam. Bir dolu yemək qaşığı qatıq və quru nanə əlavə edirəm. Zövqə görə duz, eləcə də qara istol tökdükdən sonra ərzaqları əlimlə yaxşıca yoğururam. Yarpaqları əvvəlcədən yumuşam, saplaq hissələrini kəsirəm. Daha sonra qazanın içərisinə bir ədəd yarpaq qoyuram. Dolmaları da bişdikdən sonra yarpağın üzərindən yığıram. Dolmanı zövqə görə uzunsov və belə də bükə bilərsiniz. Mən həmişə bu qaydadan istifadə edirəm. Dolmanın hamısını bükdükdən sonra üzərinə kiçik bir boşqab qoyuram. Qazanın qapağını örtüb qazanı vam odda bişməyə qoyuram. Yəni su əlavə etmədən tamamilə vam odda bişirirəm. Vam odda bişən zaman dolmanın öz suyu çıxır. Əgər dolma bişməyibsə, lazım gəlsə su əlavə edin. Artıq mənim dolmam bişib. Baxın, yağı da çıxıb üzərinə. Dolmanı ocaqdan götürənə yaxın evdə olan bayat çörəklərdən boşqabın üzərinə yığıram və 5 dəqiqə gözlətdikdən sonra ocağı söndürürəm. Artıq dolma bişib hazırdır. Çörəkləri ayrıca bir boşqaba yığıram. Daha sonra isə dolmanı tökürəm. Heç biri dağılmadan, əzilmədən olduqca gözəl dolmalar alınıb.
Dolmanı tökən zaman qaşıqdan istifadə etmirəm. Qazanı tərpədərək dolmanı boşqaba tökürəm. Dolmanı süfrəyə verən zaman qatıqla, dovğa ilə yeyə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.